Salam əziz YouTube izləyicilərim, necəsiniz? Hər vaxtınız xeyir. Axşamınız xeyir. Deməli, əziz YouTube izləyicilərim, kanalıma abunə olun, videomu like atın. Zınqırovu tam aktiv edin ki, bu problemli olan texnikanı sizin qabağınıza video çıxsın qabağınıza və siz də o problemi düzəldəsiniz. Deməli, Taxi Life Simulator fərqi yoxdur, nə oyun olsun. Onu necə yükləyirlər, onu göstəreyim. Browseri açırıq, web browseri fərqi yoxdur. Mən MyPad işlədirəm. Buradan Taxi, Windows 7-yə görə istifadə edirəm. Taxi yazırıq, məsələn. Yazdıqdan sonra buradan İqruxa seçirik. Seçdikdən sonra deməli, girirsiniz babına, bunu açırsınız. Mən çox danışmayacağım ha. Nə lazım oldu? Yazın mənə mesajda. Nə problem oldu? Mesaj yazın, mən yazını danışaram, deyərəm. Yazını yazışaram. Deməli, girik buna. Burada parametrləri adı dili izadı baxın. Sonra aşağı düşürəm. Sonra aşağı düşdükdən sonra bu videoda baxa bilərsiniz bu saytdan. Bu qəşəng. Qırmızı deyil, sarıdır. Buradan yükləyirsiniz. Yüklədikdən sonra sizə bundan belə gəlir, belə fayl. Fayl açdıqdan sonra torrenti hansı yeri siz qayd edə bilərsiniz. Qayd elədikdən sonra yüklənir. Deməli, əziz izləyicim, torrentdən basırsınız bu faylı. Fərqi yoxdur, hansı Luboy oyundur, açırsınız. Açdıqdan sonra bu setup'u basırsınız. Buradan yükləyirsiniz. Mən də hazır yazdığım üçün, yüklədiyim üçün siz gözləyirsiniz yükləməyi. İnternetinizə bağlı olacaq, gücünə bağlı olacaq. Ona görə diqqətli olun. Yazandan sonra mən yəni standart olaraq yazmışam. Siz də yazmış olun. Yes basın, açandan sonra. Yəni faylı açandan sonra setup'u basın, sonra bunu basın. Yes'in basın, sonra açsın buna. Rus dili bilirsinizsə, Rus dili, İngilis. Mən İngilis. OK bastım, Next'a bastım. Install basan kimi yazacaq. Yazdıqdan sonra deməli, sizdə bir dənə açacaqsınız. Açdıqdan sonra Yes'in basıb, sizdə bir dənə, məndə bir dənə Microsoft Visual C++ Runtime. Onu necə yükləyirlər, necə yazırlar. Əgər sizin qabağınıza da çıxsa, baxın. Deməli, browser basırıq. Mən harada qayd eləmişdim. Burada, bax, burada. Visual C++ yazırsınız. Burada hani. Bax, search. Search'a bastınız. Bax, belə yazırsınız. Fərqi yoxdur. Birincinə basırsınız. Bastıqdan sonra buradan sıralanır. Hansılar lazımdır da onlar var. Download basandan sonra sizə bir dənə zip faylı yazacaq. Sağ düymə basıb WinRAR extract. Basdıqdan sonra yes al bas. Mənimki məşğuldur. Sizə yazandan sonra rahatlıqla istifadə edə bilərsiniz. İstifadə edəmişkən basırsınız buna. Hamısını tək-tək yükləmək istəmirsiniz əgər. Install al. Basırsınız. Yes'ində basırsınız. Basdıqdan sonra məndə artıq start olunub. 2005 yazılıb. 2008, 2010, 12, 13 yazılır. 13'də indi yazılır. Qaldı 20'nə 22. Yazdıqdan sonra artıq giriş edib oyunları aça bilərsiniz. Luboy oyunu. Əgər yox deyilsə, Nvidia PCX deyirlər. O proqramı yükləyirsiniz.
Sonra açırsınız. Olar. Oldu mu? Deməli, GTA-dır, Taxi-dir, fərqi yoxdur. Transformers-dir. Sizin üçün fərqi yoxdur. Hansı oyun açmaq istəyirsiniz? Öncəliklə bu Visual C++-ı yükləməlisiniz. Microsoft-a aid deyə bilmirəm, Microsoft deyə çox deyə bilmirəm. Microsoft-a aid yükləyirsiniz faylı. Sonra başlayırsınız install ala basırsınız. Oradan install al ya ayrı al yazıb. Basırsınız yes gələcək, no belə yes-i basırsınız. Elədikdən sonra sizdə artıq yazıldı. Taksi vatlıq eləyə bilərik. Amma necə ola bilər? Yazıb baxın. Neysə. Oldu əzizəm. Beləliklə də bu günü də qutardı. Yəni yazı qutardı. Necə yazırlar onu göstərdim. Həm mən yazını qutardım, həm də sizə öyrətdim. Mənim üçün də şad oldu. Oldu, sağ olun. Salamat qalın. Nə sualınız oldu, qaranlıq? Mənə yazın. Kommentariyadır, kommentdir, direktdir. Oraya yazın. Aşağı. Şərhlər bölümünə. Yəni basın. Nə qaranlıq oldu sualınız yazın mənə. Problem yoxdur.